وقل رب زدني علما. Elhamdülillahi Rabbil alemin. As-salatu was-salamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Ümumən bilmək lazımdır ki, yəni insanın yəni Əhlüsünnə və Cemaatın üslubu var. Hər şeydə. Dəvət üslubu var. Yəni insanlarla rəftar üslubu var. Yəni bu üslub yəni Əhlüsünnə və Cemaat, Sələf-i Salih, Sələflər yeganə firqədir ki, ən gözəl bu üslubu tətbiq edənlər onlardır. Yəni, bax, diqqət et, burada bir mövzu var. Var Əhlüsünnə Sələfin metodu, biri var Sələfdən olan fərdlərin xata etməsi. Bunu qarşıdırmamaq lazım. Bəzən görürsən ki, Sələfdən olan fərdlərin xata etməsini ümumi Sələfin adına neyinlər? Nisbət edirlər. Yəni, o nisbət xata nisbətdir. Yəni, tilkə idən qismətun dizə. Yəni, bu necə ədalətsiz bir bölgüdür. Bu necə ədalətsiz bir işdir. Ona görə yəni, o hökmü edən, yəni fərdlərə görə ümumi cəmaata qiymət verən kəs gərək Allahdan qorxsun, yəni adilliyini qorusun, yəni adilsizlik etməz. Amma bax, necə ki Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, sələflər a'lamun nas bil haqq. Haqqı ən gözəl, ən yaxşı bilənlərdir. Və arhamun nas lin nas. İnsanların da insanlar üçün ən rəhimli olanlarıdır. Yəni bax, diqqət elə. A'lamun nas və arhamun nas. İnsanların ən elmlisi və insanların ən rəhimlisi. Diqqət, ən rəhimlisi. Ona görə fikir ver, çoxu bidət əhli əksəriyyəti bizi kafir görür, görürsən. Amma biz onları kafir görmürük. Görürsən, yəni buradan görünür. Sən əqidəvə görə görürsən ki, səni kafir görürlər. Və ən azından səni elə şəkildə buğz edir, elə şəkildə nifrət edir ki, sanki sən müsəlman deyilsən. Və hətta səni əlinə fürsət düşə cəzalandırar. Amma əhlüsünnə heç vaxt elə olmayıb. Və daima qədimdən də elə olur. Və bizim qudvamız, bizim nümunəmiz olan Muhammed sallallahu aleyhi və səlləm necə olub? Həmişə biz ondan götürmüş və alimlər də belə olublar. Ondan sonra gələn. Misal üçün, başlayaq Allah Rasulü sallallahu aleyhi və səlləmlə. Bax, münafiqlər ona necə əziyyətlər verirdilər. Necə ki, Allah Azə və Cəllə Münafiqun surəsində buyurur ki, yəni onlar deyir, Mədinəyə qaydanda izzətlilər zəlilləri çıxaracaq. Münafiqlər möminlər haqqında deyirdilər. İzzətli özlərini sayırdılar, zəlil möminləri. Amma Allah Azə və Cəllə deyir, وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِ وَلَكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ لَا يَفْقَهُونَ. Deyir ki, izzət Allaha, Rasuluna və möminlərədir. Lakin münafiqlər bunu başa düşməzlər. Və həmçinin Abdullah ibn Ubey ibn Səlul, Allah Rasulü sallallahu aleyhi və səlləm bir dəfə gələndə həmişə Abu Ubeydə radiyallahu anhunu həmişə Peyğəmbər sallallahu aleyhi və səlləm neyinirdi? Ziyarət edirdi. Yəni fəzilətli sahabi idi. Və Allah Rasulü sallallahu aleyhi və səlləm bir dəfə gələndə 3 qövm bir yerdə oturmuşdu. Müsəlmanlar var idi orada var idi münafiqlər və orada var idi müşriklər oturmuşdu. Və Allah Rasulü sallallahu aleyhi ve sellem salam verir. Deyir, Esselamu aleykum. Və buradan alimə fayda çıxar, əgər müsəlmanlarla qarışıq kafirlər də bir yerdə olarsa, onlara salam vermək olar. Yəni hamısına. Yəni ümumi salam versən. Demək ki, yəni mən burada neyiniyim yəni? Aydın o? Və həmçinin həmin vaxtı Peyğəmbər sallallahu aleyhi ve sellem yəni uzun qulağın üzərində gəlir. Və hədisi Buxari nəql edib, rəvayət edib. Deməli, Abdullah ibn Ubey ibn Səlul deyir ki, deyirsən, bilirəm, haqqı deyirsən, haqqı danışırsan, amma otur evində danış, deyir. Kim istəsə gəlib səndən götürər, kim istəsə səndən nəql edər. Yoxsa ki, sən deyir, gəldin,
uzun qulaqla bura toz qopardın deyir. Əziyyət verdin bizə deyir. Xüsusən də deyir, uzun qulağın iyi gəlir. Gör, münafiq Allah Rasulundan necə əziyyət verir. Və Allah Rasul sallallahu aleyhi ve sellem susur. Heç nə demir, cavab vermir. Abu Ubeydə radiyallahu anh nə deyir? Deyir ki, ya Rasulallah, vallahi sən gəlişinlə bizi sevindirdin deyir. Və deyir, vallahi sənin gəlişin Allahın rəhmətidir bizim üçün. Və deyir, həmişə sən gəlib və bizim məclislərimizi neyləmsən? Yəni, nurlandırmısan. Və deyir ki, sən isə ey Abdullah ibn Ubey ibn Səlul, deyir, Peyğəmbər sallallahu aleyhi ve selləmin uzun qulağının iyi sənin iyindən xeyirlidir. Və belə deyir ona. Sənin iyindən xeyirlidir. Və orada dava düşür. Dava düşür? Dava düşür. Qarışır müsəlmanlar, yəni o münafiqlərlə dava düşür. Düşəndə Allah Rasulü sallallahu aleyhi ve sellem sakitləşdirir onları. Və sonra Allah Rasulü sallallahu aleyhi ve sellem hakim olanda İntiqam aldı mı onlardan? Yox. Almadı intiqam. Subhanallah lazım. Bax Allah Resulü sallallahu aleyhi ve sellemin yəni üslubu, mənhəci. Peyğəmbər idi. İstəsəydi intiqam alardı. Halbuki ona verilən əziyyət dinin haqlarındandır. Allahın və dinin hüquqlarıdır. Onun hüququ. Amma neynəmədi? Yəni ona görə neynəmədi? Yəni intiqam almadı. Və həmçinin Yahudilər bilirsiniz, onlar əlləri ilə kitab yazırdılar. Onlar da çox əziyyət veriblər Allah Rasulü sallallahu aleyhi ve sellemə sözlə, kəlamla. Və bir dəfə gəlirlər, deyirlər ki, ey Muhammed, bizdə bəzi suallar var. Deyir, əgər o suallara sən cavab versən, səni doğrulayacaq və sənə iman gətirəcək. Əgər sən o suallara düzgün cavab verməsən, yəni biz sənə iman gətirməyəcək. Səni doğrulamayacaq. Və Allah Rasulü sallallahu aleyhi ve sellem Peyğəmbər dedi ki, soruşun. Subhanallah. Yəni bu cürət ancaq Peyğəmbərdə ola bilər. Bəli, soruşun. Çünki o danışığı nə idi? Vəhiy idi. Onlar soruşurlar, cürbəcür suallar verirlər. Yəni suallar olur ki, yəni uşaq nəyə görə ataya və ya anaya oxşuyur? Və onlar sual verirlər ki, cənnət əhlinin ilk yeməyi nə olacaq? Və digər suallar verirlər. Allah Resulü sallallahu aleyhi ve sellem hamısına dəqiq cavablar verir. Və hamısına deyirlər ki, doğru dedin, doğru dedin, doğru dedin. Və sonra onlar axırda, çünki onlar hiləgərdirlər, bir sual saxlayırlar. Və onlar bilirdilər ki, axırda o sualı verib iman gətirməyəcəklər. Onlar deyirlər, ey Muhammed, sənə vəhiy gətirən mələk kimdir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mənə vəhiy gətirən Cibrildir. Deyir, Cibril, deyir, o bizim düşmənimizdir. Deyir, əgər o sənə vəhiy gətirirsə, biz sənə iman gətirə bilmərik. Çünki bizi hərbə salan odur, bizi problemə salan odur, bizi belə edən odur. Və başlayırlar, yəni onu neynəməyə, düşmənçilik eləməyə. Və Allah Azze və Celle ayə nazil edir. Qul mən kənə aduvvən li Cibril, fə innəhu nəzələhu alə qalbikə bi iznillah, musaddiqan limə beynə yədeyhi minəl kitab. Əgər onlar Cibril əleyhissalama düşmənçilik edir, bil ki, deyir, sənin qəlbinə nazil edən Allahdır onu. Onun qəlbi, sənin qəlbinə nazil edən Allahdır. Yəni, ona görə qul nəzzələhu ruhul qudusi. Onu ruhul qudus nə edib? Yəni, Cibril əleyhissalam nazil edib. Zu quvvatin indəzil arşi məkin. Deyir ki, o muta'in səmmə əmin. Yəni, orada itaət olunan və əmin olan bir mələkdir. Yəni, Allah Azze və Celle yəni, onu uca tutub. Yəni, Cibril, qul mən kənə aduvvan lillahi. Və sonra nə deyir? Deyir ki, kim Allaha və mələikətihi və rusulihi və Cibrilə və Mikələ fə innəllah aduvvulul kəfirin. Deyir ki, kim Allaha, mələklərinə, rasullarına, orada rasul deyəndə mələklər qəsd olunur. Rasullarına, Cibrailə, Mikailə düşmən olarsa, deyir ki, Allah da kafirlərin düşmənidir. Burada nə var? Fikir ver. Burada nə var? Şeyh İbrahim? Dilələtül imə. Dilələtül imə nədir? Dilələtül imə nədir? Əl-iqtidat təqdiru fil-ibara mə ləm yusaq min əclihi işarə. İn qurinəl hukm bəsun cəə allil bihi və səmmihi imə. İn qurinəl hukm bi vasfin cəə allil bihi və səmmihi imə. Deməli,
Mələm yusaq min əcli işarə. Burada işarə var, affan. Üzr istəyirəm. İmə yox, işarə. Mələm yusaq min əcli işarə. Fikir ver, orada gəldi, Allah kafirlərin düşmənidir. Yəni, kim Cibril əleyhissalama düşmənçilik eləsə bu nədir? Küfürdür. O yaltı ki, Allah kafirlərin nə idi? Düşmənidir. Burada işarə deyirlər alimlər, usul alimlər. Yəni, onlar nədir? Əgər sən Mikail desəydin, deyir, biz sənə iman gətirəsiydik. Fikir sən, beləcə üz döndərdilər. A'radu anhum. Yəni, Allah Rasulü sallallahu aleyhi ve sellemdən irad elədilər. Yəni, bunlar elədilər, yəni. Amma Allah Rasulü sallallahu aleyhi ve sellem neynədir? Yəni, yenə onlardan intiqam almadı. Çünki onlar elə idi. Ləv əmənə bim aşəratun minəl yəhud. Ki, əgər mənə Yahudi rahiblərindən 10 nəfər iman gətirsəydi, yer üzərində heç bir Yahudi qalmasa, hamısı iman gətirəsiydi. Buxari Müslimin rəvayətidir. Yəni, bu hədisdir, subhanallah lazım. Ona görə, yəni, baxın, bu qədər əziyyətlər verilib, amma neynəməyib, heç vaxt yenə intiqam almayıb Allah Rasulü sallallahu. Və həmçinin İmam Əhməd, rahiməhullah, bidət əhli ondan neynəmişdi? 100 əziyyətlər vermişdi. Və onun əlinə imkan düşəndə onlardan intiqam almış. Həmçinin Şeyxülislam İbn Teymiyyə, rahiməhullah, yəni, bidət əhlinin yəni, əziyyəti ilə vəfat edib. Amma əlində imkanlar olub, heç vaxt yəni, intiqam almayıb. Yəni, baxıyorsan, yəni, sələfin yolu budur. Həmişə rəhmət. Yəni, və rəhmət və ucalmaq da həmişə elə olub. Bu ilə olub. Yəni, və həmçinin dəvətdə düzgün üslub seçmək Allah bilir daha doğrusunu.